Hər kəsə salam, kanalımın dəyərli xanımları. Demək xanımlar, bu vloq hardasa 3-4 günün vloqudur. Videonu montaj edərkən baxdım ki, bəlkə burada sizə lazım ola biləcək fraqmentlər olar. Bu səbəbdən də heyfim gəldi silməyə, paylaşmaq qərarına gəldim. Öncə onu deyim ki, həmən gün yuxudan tez oyanmışdıq. Qızımın da sinif yoldaşı bizə gəlməli idi. Düşündüm ki, bu günə nə bişirim? Burada uşaq üçün hər gün sup bişirirəm. O ayrı öz yerində bir də salat düzəldim. Düşündüm ki, salat üçün sinə ətini qaynadıram, elə onun suyunda da sup bişirərəm. Əlavə olaraq da uşaqlar üçün atışdırmalıq ciyərdən nəsə hazırlamaq istəyirəm. Evdə qat-qat xəmirim də var və lavaşım da düşündüm ki, duxovkaya qoyaram. Xanımlar, bu yandan da salat üçün ərzaqları bişirdim. Xanımlar, mən çox vaxt salatı belə hazırlayıram ki, öncədən salata nə qatacamsa onları çiy-çiy doğrayıram. Bunu qeyd etmək istəyirəm ki, bu olduqca asan başa gəlir. Mən çox vaxt belə edirəm, bu üsulu da rahat üsul kimi bilirəm. Artıq sinə əti də hazırdır. Bunu da didib əlavə edəcəm salata. Evdə konservləşdirilmiş qarğıdalı da var idi. Bunu da əlavə edirəm doğradıqlarımın üzərinə. Xanımlar, bu əslində qarğıdalı salatıdır. Ola bilər ki, nəyinisə əsti edim, nəyinisə də düz edim. Amma evdə nə var idisə, onu əlavə edib hazırlayıram. Xanımlar, salat artıq hazır oldu. İndi isə keçirəm tamirlanın supunu hazırlamağa. Tamirlanın supunadakı xanımlar, toyuğu həmişə doğrayan zaman bel hissəsini həmişə saxlayıram ki, sümük bulyonu olmayanda bununla bişirim. Xanımlar, deyə bilərsiniz ki, yağ-soğansız sup bişirdim. Bəzən bu formada bişirirəm, bəzən də yağ-soğanla. Əsas odur ki, hər iki variantda da dadı yaxşı olur. Bu dəfə nazik verməşillərdən bişirdim, Tamirlan bunu yaxşı yeyir. Və xanımlar, hər vloqda qab yuduğuma görə bu dəfə istəmədim ki, bunu çəkim. Qabları yudum, bitirdim, o vaxta kimi də yemək bişdi.
Xanımlar, demək olar ki, axşam üstünə yaxındır. Artıq qızımın sinif yoldaşı bizdədir. Deməli, əslində səhər gələcəkdi. Sonra işləri çıxdığına görə günortadan sonraya qaldı. Mən də başladım uşaqlar üçün atışdırmalıq bişirməyə. Uşaqlar bunu bəyəndiyinə görə bu mənə də xoş oldu. Demək xanımlar, keçən dəfəki bazarlığımda bu qat-qat xəmirdən almışdım ki, nəsə bişirərəm. Amma ki, heç özüm də bilmirdim ki, nə bişirim. Desəm, ilk dəfədir ki, bu xəmirdən istifadə edirəm. Belə atışdırmalıqları bişirərkən hər zaman evdə özüm xəmir yoğurub etmişəm. Bu xəmirdən necə istifadə etmək lazım idisə, heç özüm də bilmirdim. Amma ortaya nəsə çıxartdım. Əsas odur ki, bəyənildi. Düzü xəmir çox az idi və bunu necə edim ki, yaxşı alınsın, bunu da bilmirdim. Çünki əmin deyildim, düşünürdüm ki, birdən xəmir açılar. Amma ki, açılmadı. Bilsəydim, öz bildiklərimdən edərdim. Sonradan düşündüm ki, gərək bu xəmirlərin hamısını bir-birinə qatardım. Elimdə əməlli başlı xəmir olandan sonra nəsə edərdim. Dediyim kimi, xanımlar, bu xəmirdən ilk dəfə idi ki, istifadə edirdim. Gələn dəfə daha püxtələşmiş olaram. Təbii ki, əsas bu deyil. Əsas odur ki, xəmiri korlamadım, ortaya nəsə çıxarda bildim. Demək xanımlar, bu vloqu silməməkdə, paylaşmaqda səbəb bu idi ki, mən bu ağacda gördüyünüz xurmalardan heç vaxt yeməmişəm və yeyə bilmirəm. Həddindən çox şirin olduğuna görə və yetişəndə aşırı yumşaq olduğuna görə mən bu meyvəni yeyə bilmirəm. Mən xoşlayıram ki, meyvə bərk olsun, mən onu yeyən zaman nə əlim batsın, nə də ki üzüm. Bilirsiniz də xanımlar, bu meyvə də yetişəndə aşırı yumşaq olur. Bu meyvəni yalnız bir üsulla yeyə bilirəm, o da ki qurudan da. İstədim ki, bunu qurudarkən sizin üçün də çəkim. Bəlkə mənim kimi aranızda insanlar olar. Bu videoda sizin üçün faydalı olar. Xanımlar, mənim kimi olmasaz belə, bu xurmadan xoşunuz gəlirsə, bunu necə asan yolla qurudurlar, onu sizə göstərəcəm. Rahat qurudursuz və bütün qış boyu bu xurmadan yeyirsiniz. Meyvə qurusunu sevənlər üçün məncə əladır. Xanımlar, bilirsiniz də, ağaclar bu vaxtlar bütün yarpaqlarını tökür. Həyətin hər yeri bu yarpaqlardandır. Nə qədər təmizləsəm də, yığsam da yenə ağac öz yarpağını tökür, həyət bu vəziyyətə düşür.
Baxın xanımlar, mən həyətdə işimi bitirənə kimi bunlar da burada bişdi. Tez-tez gəlib baxırdım, xoduna az vermişdim ki, yanmasın. Dadı çox yaxşı idi, içindəki qaraciyər idi. Mən qaraciyərin hər yeməyini xoşlayıram, asobonunu da paşteti. Təəssüf ki, istədiyim kimi qaraciyər hər yerdən tapa bilmirəm. Hər ət satılan yerdən də qaraciyər almıram. Çünki qaraciyərin təmiz olmağı çox önəmlidir. Gərək heyvan xəstə olmasın, ciyərində də daş olmasın. Xanımlar, bunları bura yığdım, hələ ikinci partiyada bişir. Uşaqlar yedilər, söhbət elədilər, oynadılar və onlar burada oynaya-oynaya mən də bütün qabları yudum, yer verilədim. Yumaq hissəsini isə yenə sizin üçün çəkmədim. Çünki hər vlogda eyni kadr olur.
Yuxuda at. Və xanımlar, artıq başlayıram ağacdan dərdiyim xurmaları qurutmağa. Demək xanımlar, bu üsulu necə edirəm? Öncə bunu qeyd etmək istəyirəm ki, xurmanı ağacdan dərərkən və yaxud da alarkən kal olmalıdır, qətiyyən yumşalmamalıdır. Xurmaları qəşəng-qəşəng yuyuram, soyuram. Sonra isə biraz qalın-qalın doğrayıram. Doğrayandan sonra da bir-bir yığacam radiatorların üzərinə və 2-3 gündən sonra olacaq qupquru. Baxın xanımlar, bu formada doğradım. Amma ki, hələ mən biraz da nazik doğramışam. Siz istəsəz eləmək, biraz bundan qalın doğrayın. Çünki quruyur, olur napnazik. Bir də ki, xanımlar, məndə başqa variant yoxdur. Mən radiatorların üzərinə sərdim. Əgər sizdə başqa variant varsa, nəsə meyvə qurudan aparatı varsa, onunla da quruda bilərsiniz. Mən indi burada sizə detaylı göstərmədim. Radiatorları qəşəng şampunlamışdım və bunları bir-bir yığıram bunun üzərinə. Amma xanımlar, bunu mən qeyd etmək istəyirəm ki, siz də belə bu üsulu yoxlamaq istəsəz, xurmaları radiatorun üzərinə yığandan sonra 2-3 saatdan bir çevirmək lazımdır. Əgər bunu etməsək, xurmalar radiatorun üzərinə yapışa bilər. Bu səbəbdən də tez-tez baxmaq lazımdır. Bir də ki, xanımlar, mən növbəti qurutmamda gələn dəfə radiatorun üzərinə salfetka sərib, ondan sonra xurmaları salfetkanın üzərinə yığmaq istəyirəm. Xanımlar, birdən düşünərsiniz ki, radiatorlar çirkdir, üzərinə xurmaları yığıram. Amma məni bilən bilir ki, bizim evdə çirk heç nə yoxdur. Təmizliyinə əmin olmasaydım, bu xurmaları bura yığmazdım. Və xanımlar, mən sizdən də məsləhət almaq istəyirəm. Əgər siz bunları qurutmaq üçün başqa bir variant bilirsinizsə, mənimlə də bölüşməyinizi xahiş edirəm. Çünki mən bundan başqa variant bilmirəm. Əgər duxovkada qurutmağı yazsaz, bunu mən istəmirəm. Çünki bunlara isti dəysə bütün vitamini ölər. Xanımlar, vlogun əvvəlində sizə demişdim
edirəm ki, bu vloq 3-4 gün öncə çəkilib. Artıq 3 gündən sonra mən bunları radiatorun üzərindən götürmüşəm və bir xeylisini də yemişəm. Əldə qalan bunlardır. Baxın necə qupquru olub. O qədər dadlıdır ki, bəzən uşaqları gecə yatırdandan sonra əyləşib televizora baxıram və bu atışdırmalıqdan yeyirəm. Çox dadlıdır, bal kimidir. Hətta bunu çayla da içirəm. Mənə elə gəlir ki, çayla konfet yeməkdənsə bu cür atışdırmalıqlar daha faydalı olar. Axıra kimi mənə baxdığınıza görə təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.